Hər kəsi sevgi və saygı ilə salamlayıram. Dəyərli vətəndaşlar, yeni iliniz, Novruz bayramınız, yaz bayramınız, habelə qarşıdan gələn Fıtır bayramı, oruçluq bayramınız qutlu olsun. Bayramımız, bayramlarımız nə yazıq ki, qan içində, savaş içində və qaranlıq günlərin içində millətimiz ağır günlərin yaşadığı günlərdə keçirilməkdədir. Bunlara baxmayaraq, mən hərəkətimizin umidləri olan liderlərimiz Yürüş bəy Mehrəlibəyli və onunla yanaşı Əli bəy Babayı, Vədud Əsədi, Tahir Nəqəvi, Hüccətislam Əzimi Qədimi, Abbas Lisani, Mahmud Ocaqlı, Ayaz Seyfxa, Murtəza Pərvin, Fatimə Atəşi, Məhəmməd Rıza Fəqihi, Araz Aman, Salar Tahir Hüseyn Piri, Əbülfəz Rənzibəri, İbrahim Osmani, Kərəm Mərdanə, Əli Xeyrucu, Yusuf Kari, Əliza Fərşi, Yunus Mərami və bir çoxlu digər siyasi məhbuslarımızın ki adını bilmirəm, hamısınızın bayramı mübarək olsun. İnşallah ki tezliklə millətimizin və ailənizin yanlarında olacaqsınız. Millətimiz hər zamandan daha çox bu günlər sizə ehtiyacı vardır. Değerli dostlar, bu savaş, bu qanlı savaşı, qanlı bulutları milletimizin başı üstünə gəlməsində heç sevməzdik. Ancaq nə yazıq ki, savaşı sevməsək də, bu bizim istəyimiz olmasa da, İran vilayət fəqih sistemi, Supa Pasdaranı terörist təşkilatının istəyi əsası ilə 47 il dünyaya meydan oxumaqlıq, İsrailə ölüm, Amerikaya ölüm, qonşularına hədə-qorxu gəlmək və başqa ölkələrə müdaxilə etmə əsasında yaranmışdır. Nəhayət, dünyayı təhdid etmək üçün balistik füzələr yaradacaq, atom əlimizdə olacaq, böyük bir silahlı qüvvəyə çevriləcək və bu rahatsızlıqlar nəhayət başımıza istəmədiyimiz günləri gətirdi. Gün yoxdur ki, hər yerdə bir patlama, dağılma və ölkəmizin və belə digər İranda yaşayan millətlərin ölkələrinin dağılmasına şahid olmayaq. Ən üzücüsü bu ki, daha savaş çirkin bir şəraitə yetişib və alt yapını dağıtmaqda, infrastrukturları dağıtmaqlığa gedib, enerjinin və belə su və belə önəmli məsələlərin dağıtmaqların hədəf tutulubdur. İran faşist rejimi bu savaşda özün qurtarmaq üçün, özün əldə saxlamaqda üçün hakimiyyətini bölgəyə savaşı yayıb və yaymaqdadır. Bununla yanaşı, o hərəkət ki, Bəşar Əsəd çalışdı, özün saxlasın, Suriyə məhv olsa da olsun, aynı stratejini bugün Fas Mulla rejimindən görməkdəyik. Nə yazıq ki, vətənimizi çox qara günlər görüntüsü önümüzdə vardı. Kaos yaşana bilər, aclıq ola bilər, fəlakətlər ola bilər. Bu savaş heç xeyirli bir məsələ deyil. Ancaq rejimin beli də sınmaqdadır. Özəlliklə rejimin Sərkub marşını, dağıdıcı marşını olan Supah, Bəsit və qanqusturan İttilaat qüvvələri, güvənlik qüvvələrinin beli sınmaqdadır. Bu əsasda bir umid də yaranıb ürəyimizdə. Ürəklərimizdə belə bir güvən yaranıbdır ki, bu hakimiyyətin getməkliği və məkus ədədlərin saymasına və budur ki, umid yaradıb biləmizdə. Və buradadır ki, mən üzümü tuturam hakimiyyətin içində olan dövlət adamlarımıza, Ağay Pizişyandan tutmuş, ustandarlarımızdan, millət vəkillərimizdən və bütün şuralarda olan tühlərə ki, indi vaxtı yetişibdir ki, rejimə yox deyəsiniz. Rejimin yanından uzaqlaşıb millətə və millətimizin qucağına gələrsiniz. Hərəkətimiz qabağa gedəcək, gələcəyi yaradacaq. Amma sizlər yanımızda olsanız daha umidli, daha güclü
gələcəyi yarada bildik. Değerli dostlar, bildiğiniz kimi çətin günlərin içində o şey ki bizə daha umid verir, təbii ki başta millətimizin gücüdür. Millətimiz var gücü ilə göstərib ki, istədiyi vaxtda eləyə bilir, çox önəmli bir hərəkətdə yer alsın və umid verici işlər görsün. İndi isə çətin günlərimizdə dayağımız millətimiz. Amma eğer 57 inqilabı ilə bunu müqayisə etsək, 47 il bundan öncə ilə müqayisə etsək, görürük ki, bugün çox güclüyük. Ona görə bu çətin günlərdə, o ağır günlərdə daha özümüzə güvənirik, daha hərəkətimizə güvənirik. Niyə ki, qoca Azərbaycan Cumhuriyyətimiz var. Və onun prezidenti Cənab İlham Əliyev açıq dəfələrcə deyibdir ki, Azərbaycanlıların İranda, ya bizim deyişimizdə Güney Azərbaycanlıların güvənliyindən sorumludur. Və dəfələrcə qeyd edib ki, bizim insan haqlarımız və umudumuz Kuzey Azərbaycan Cumhuriyyətidir. Və bununla yanaşı Türkiyəmiz NATO ilə birlikdə yüksək səviyyəli silahlara mücəhhez olmuş Türkiyəmiz o da arxamızdadır. Ona görə heç də umidsiz deyilik gələcəyə. Tam umid ilə gələcəyə baxırıq. Bu qaranlıq günlərin içində, bu savaşlı günlərin içində ola bilər ki, fəlakətlər yarada. Amma güvənirik ki, millətimiz bu çətin günləri eləyə biləcəkdir, çox güclü və orqanizərat demək başa çatdıra. Milli fəallarımızın əsas məsələsi budur ki, çətin günlərdə güvənliyi ələ alalım, şəhərlərimizi, məntəqələrimizi ələ alalım və görsənərək ki, eləyə bilirik dövlətimizi yaradaq və buna qabiliyyətimiz var. Milli hökumətimizin yaratması elə məhəllələri, şəhərlərin kontrolundan geçsin. Və bu da İran rejiminin qan qusturan silahlı qüvvələrinin ən zəif bir durumunda və məhv olduğu bir şəraitdə çox rahatlıqla əlverici bir vəziyyətdir və imkandır. Dediyim kimi 57 inqilabından qat-qat güclüyük. İndi isə daha artıq eləyə bilirik. Möhkəm deyək ki, azadlıq, ədalət və milli hökumətimizi yaradacağıq. Mən Güney Azərbaycan Demokrat Partiyası tərəfindən bir daha siz dəyərli bacı qardaşlarımın bayramını təbrik edirəm. Yaşasın Azərbaycan, məhv olsun fas-şovinist rejimi, məhv olsun diktatorluq və istibdad, vilayət fəqihə yox demişik. 57-ci inqilabın başlanğıcında indiyə kimi də yox demişik və fəqət demokrasi və azadlıq üçün çaba göstərmişik və göstərəcəyik.